Salam, hörmətli izləyicilərimiz. Biz bu günləri yenə də Azərbaycanımızın ən gözəl rayonlarından biri olan Gölcə rayonunun Balçılı kəndində Akif müəllimin qonağıyıq. Buyurun müəllim. Buyurun. Adınız, familiyanız? Buyurun, xoş gəlmisiniz. Həmişə sizin kimi qonaqların mənim evimdə, mənim bu yurdumda geniş qəbul eləməyə qəlbim var və burada Çox sağ olun. Adınız, familiyanız müəllim? Hüseynov Akif Yaquboğlu. Mən neçənci ildə orta məktəbə getmisiniz? Mən 1957-ci ildə bu kənddə birinci sinifə daxil olmuşam. Neçənci ildə universitetə qəbul olmusunuz? 1969-cu ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuşam. Sizin neçə il pedaqoji təhsiliniz var? Mənim 38 il pedaqoji təhsilim var, amma ümumi əmək stajım 45 ildir. Maşallah. Bu 38 il pedaqoji stajınızda sizin hansı nailiyyətləriniz, hansı uğurlarınız olubdur? Mən həmişə ictimai fəal olmuşam. Dövlət tədbirlərində iştirak eləmişəm. Təhsil olimpiyadalarının keçirilməsində mənim şagirdlərimin sorağı... Davamçılarınız da olur, maşallah. Davamçılarınız da olur. Mənim şagirdlərimin sorağı Respublikanın, köhnə SSR məkanının, indi geniş dünyanın hər yerindən sorağı gəlir. Maşallah. Hörmətli izləyicilərimiz, Akif müəllim həm gözəl müəllim olmağına baxmayaraq, gözəl də ailə başçısıdır. Sağ olun. Siz həyat yoldaşınızın adı, soyadı? Nəbiyevə Tuzalə Novruz qızı. Neçə övladınız var müəllim? Mənim 2 övladım, 2 oğlum var. Adlarını deyə bilərsiniz? Bəli, Hüseynov Fəxri Akifoğlu, Hüseynov Fərhad Akifoğlu. Nəvələriniz var? Var, 5 nəvəm var, 3 qız, 2 oğlan. Nəticə necə? Nəticə yoxdur. İnşallah ki, olar. Müəllim, buradan sizin davamiyyətçilərinizə, buradan sizin nəvələrinizə sözünüz nədir? Nə deyə bilərsiniz? Mən yaxın günlərdə bu nəvəmin birinin deməli ad günündə elə qəlbimə bir söz gəldi. Dedim ki, atamın adını qoymuşam, Yaqub 9-da oxuyur. Dedim ki, Yaqub, mən Allahdan ömür istəyirəm ki, görüm sən ali təhsili universitetə qəbul olmuşsan. Qəbul olmuşsan, ondan sonra mənim daha indi gələcək arzularım başqa formada inkişaf eləyər. İnşallah, inşallah. Sağ olun. Biz də sizi çox sağ olun ki, bizi dəvət elədiniz. Çox sağ olun ki, bizi xoş qarşıladınız. Sağ olun, Allah sizə ömür versin. Həmişə gözümüzdə yeriniz var. Nə vaxt gəlirsiniz? Mən Göygöl rayon Ağsaqqallar Şurasının üzvüyəm. Eləcə də Balçılı kəndində mənim 75 yaşım var. Hamı məni Ağsaqqal deyə çağırır. Və hamıya da həmişə düzgün yol göstərməyi özümə şərəf bilmişəm. Sağ olun, çox sağ olun.